Yastığınızın əslində nə qədər çirkli olduğunu bilsəniz, yəqin ki, bu gecə rahat yatmazdınız. Xaricdən təmiz və təravətli görünsə də, yastıqlar hər gecə dərinizi, dəri yağınızı və ölü hüceyrələrinizi süngər kimi canına çəkir. Bu qalıqlar bakteriyalar və gözlə görünməyən toz gənələri üçün mükəmməl çoxalma mühiti yaradır. Əgər səhərlər burnunuz tutulmuş oyanırsınızsa və ya dərinizdə səbəbsiz sızanaqlar yaranırsa, bunun əsas səbəbi yastıqda gizlənən həmin mikroblardır. Amma həlli çox sadə və tamamilə pulsuzdur. Günəş işığı. Həftədə ən azı bir dəfə yastıqlarınızı cəmi 2-3 saatlıq eyvana və ya birbaşa günəş düşən yerə çıxarın. Günəşin ultrabənövşəyi şüaları heç bir kimyəvi vasitəyə ehtiyac qalmadan bütün zərərli mikroorqanizmləri məhv edir və yastığınızı təbii yolla dezinfeksiya edir. Bu sadə vərdiş həm sağlamlığınızı qoruyacaq, həm də yuxu keyfiyyətinizi artıracaq. Daha çox faydalı məlumat üçün videonu bəyənməyi və səhifəni izləməyi unutmayın.